Yola saldığımız ilin noyabr ayında Goranboyda yaşayış binasının bir bloku tamamilə çökmüşdü. Bina ümumiyyətlə yararsız vəziyyətə düşmüşdü. Buraxılışımıza elə bu xəbərlə başlayırıq. Həmin binanın yerində yenisinin tikiləcəyi bildirilsə də, hələ ki ərazidə söküntü işlərinə başlanılmayıb. Sakinlər də bundan çox narahatdılar. Bəs işlərin gecikməsinin səbəbi nədir? Binanın taleyi necə olacaq? Goranboy rayonunun Cəfər Cabbarlı 4 ünvanında yerləşən 60 mənzilli və 5 mərtəbədən ibarət olan qəzalı bina elə bugün ayın 23-ü artıq 2 aydır ki, məhz bu vəziyyətdə olaraq hələ ki qəzalı vəziyyətdə olaraq qalmaqda davam eləyir. Binanın nə vaxt söküləcək, nə vaxt tikiləcək və dövlət tərəfindən vətəndaşlarımız hansı kompensasiyalarla təmin olunub, bununla bağlı bizə daha ətraflı məlumatı Goranboy rayon Fövqəladə Hallar Komissiyasının rəhbəri Seymur Nəzərov ətraflı məlumat verəcək. Buyurun Seymur bəy. Xoş gördük Xaliq müəllim. Sizin də qeyd etdiyiniz kimi 2025-ci ilin noyabr ayının 23-də səhər saatlarında Cəfər Cabbarlı 4 ünvanında yerləşən 60 mənzilli yaşayış binasının ikinci blokunda çökmə hadisəsi baş verdi və bir neçə gün sonra həmin binada yenidən blok tamamilə qəzalı vəziyyətə düşdü. Yerdə aparılmış operativ tədbirlər nəticəsində bina sakinləri təxliyə olunduğu üçün xoşbəxtlikdən vəfat edən tələfat olmadı. Nazirlər Kabinetinin qərarına əsasən binanın tamamilə sökülməsi ilə bağlı fərqli işlərin davam etdirilir. Yəqin ki, yaxın günlərdə binanın sökülüb, yenidən yeni binanın inşası ilə bağlı işlərə başlanılması ümid edirik. Təşəkkür edirik. Xatırladaq ki, Goranboy rayonunun Cəfər Cabbarlı 4 ünvanında yerləşən məhz bu bina noyabr ayının 23-də səhər saatlarında naməlum səbəbdən binanın bir hissəsi tamamilə çökərək qəzalı vəziyyətə düşmüşdür. Aidiyyatı dövlət qurumları ərazidə müvafiq işlər aparılsa da, hələ bu günə kimi binanın çökməsindən bağlı rəsmi məlumat yayılmamışdır. Hal-hazırda binanın belə deyək, çökmə səbəbi hələ ki naməlum şəraitdə olduğu informasiyası qalmaqdadır.